Akıl Bakdatı kanalında Cici Hak Qərdək. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Bu gecənin nağılı bir səbət fındıq. Bir vaxtlar hündür bir ağacın başında bir ana sincab və onun 2 balası yaşayırdı. Balalardan birinin adı Böyük xanım, o birinin adı isə Balaca xanım idi. Bir gün Böyük xanım və Balaca xanım qərara gəldilər ki, gəzintiyə çıxsınlar. Analarından izin aldılar. Ana, biz biraz gəzintiyə çıxmaq istəyirik, olar? Ana sincab dedi, gedin, amma ehtiyatlı olun, uzağa getməyin. Xüsusən o tülkü var ha, ondan da özünüzü qoruyun. Qızlar bir ağızdan dedilər, oldu anacan. Onlar bir səbət fındıq götürüb yola düşdülər. Biraz yol getmişdilər ki, Böyük xanım dedi, bacı, gəl yarışaq. Beləcə qaçmaq yarışı etdilər. Sonra da gizlənqaç oyunu oynadılar. Çox qaçdılar, oynadılar. Axırda Böyük xanım dedi, mən yoruldum, gəl ağaclara dırmaşaq. Bir ağaca dırmaşdılar, sonra oradan indilər, başqa ağaca çıxdılar. Kəpənəklərin dalınca qaçırdılar. Birdən Balaca xanım bir budaqda dayanıb dedi, bacı, ay bacı, biz hardayıq? Böyük xanım ətrafa baxıb dedi, bilmirəm, hansı yolla gəlmişik, heç yadımda deyil. Deyəsən biz azmışıq, indi nə edəcəyik? Bacılar fikrə getdilər. Böyük xanım dedi, gəl ağacdan enib biraz fındıq yeyək, tələsməyək, oturub yaxşı-yaxşı düşünək ki, necə qayıdaq? Balaca xanım da razılaşdı. Hə, mən də çox acmışam. Onlar bir ağac altında oturdular. Səbəti açıb fındıq yemək istəyirdilər ki, birdən ay, səbət boşdur. Balaca xanım səbəti götürüb diqqətlə baxdı və ah çəkdi. Səbət yırtıq imiş, biz görməmişik. Kəşki xəbərimiz olaydı. Çox məyus oldular. Nə yolu bilirdilər, nə də yeməkləri var idi. Sakitcə oturub düşünürdülər. Birdən Böyük xanım dedi, bacı, oraya bax, o nədir? Aha, bir fındıq yəqin səbətdən düşüb. Qaçıb fındığı götürdülər. Sonra biraz aralıda daha bir fındıq, biraz da aralıda yenə bir fındıq. Bacılar fındıqları yığa-yığa gedirdilər. Hər fındıq onları bir addım evlərinə yaxınlaşdırırdı. Balaca xanım dedi, belə fındıq yığmaq çox əyləncəlidir. Bir addım gedirsən, bir fındıq yeyirsən. Bacısı gülüb başını tərpətdi. Birdən dayanıb dedi, bu yer mənə tanış gəlir, bacı, ora bax. Bizim fındıq ağacımız, fındıqlar bizə yolu göstərdi. Böyük xanım sonuncu fındığı da götürüb dedi, görürsən, bəlkə də səbətin cırıq olması o qədər də pis olmazdı. Bəzən bizə pis görünən hadisələrdə bir xeyir var. Sadəcə biz sonra anlayırıq, elə deyilmi? Bəli, əziz balalar, siz də bəzən bir şey itirsəniz, ya çaşqın olsanız qorxmayın. Bəlkə də bu sizi doğru yola aparacaq bir fındıq izi kimidir. Əziz balalarım, nağılımız barəsində şəkil çəkib bizə göndərməyi unutmayın.